10-cu siniflərin sınavını çəkək. 31 nömrəli sualda deyilir ki, A və B bir-birindən fərqli həqiqi ədədlərdir. Onda A bölü 2, B bölü 3 olarsa, onda belə çıxır ki, A'mız 2K'dır, B'miz də 3K'dır. Mənə deyir ki, 2A bölünsün 3B'ni tap. Yəni 2 vurulsun 2K bölünsün 3 vurulsun 3K. K'lar getdi, 9'da 4 qaldı. Cavabım C variantı. 32'də deyilir, A qram duzu 4A qram su ilə. Duzu yazırdım surətə, ikisini birlikdə yazırdım məxrəcə, vururdum 100'ə. A bölünsün 5A vurulsun 100. A'lar getdi, bu da oldu 20%li məhlul C variantı. 33'də deyilir, düzgün 12 bucağının bir xarici bucağını tapın. 360'ı böləcəm 12'yə. Olacaq neçə dərəcə? 30 dərəcə. A variantı. 34'də deyilir, A'mız bərabərdir -7 kök 2'yə. A'mız -7 kök 2'dirsə, bunu iki cür üsuldan yaza bilərəm əslində. Üsullardan biri belədir ki, mən buradan təqribi kök alma eləyə bilərəm. Digəri isə belədir ki, bunu dədə-baba qaydası ilə nə etməliyəm? Dədə-baba qaydası ilə yazmalıyam. Yəni, hansı qaydadır? Kök çıxarma qaydası. İndi baxıram nəyə? Deməli, bax burada A-nı yazıram belə. Mənfi kök altında nə yazacağım? 49 vur 2. Bu da nə eləyəcəm? Mənfi kök altında 94. Lap yaxşı. Mən baxıram ki, bundan 2 dənə kök çıxır. 94'dən əvvəl kök çıxan hansıdır? 94'dən əvvəl kök çıxan belədir. Bir dəfə 9, bir dəfə də 10'dur. Düzdürmü? Məndən tam hissəni istəyir. Bir dəfə 9, bir dəfə 10'dur. Onda nə etməliyəm? Aha. Bir dəfə 9, bir dəfə 10'dur. Mən bunun kəsir hissəsini tapanda, mən bunu belə yazmalıyam. Deməli, böyükdən, yəni 10'dan kökdə 94'ü nə etməliyəm? Çıxmalıyam. Kökdə 94'ü çıxmalıyam. Bitdi, getdi. Bu qədər sadə. Və burada qalır 10 çıxılsın kökdə 94. Məndən tam hissəni istədiyinə görə. Bax, bunun üzərinə mən bu mənfi, daha doğrusu, tam hissəni istədiyinə görə bunun özündən mən bunu çıxsam, kəsir hissəni almış olacam. Daha doğrusu burada mənfi 10'dur. Bu mənfi 10 yazıram. Yəni, mənfi 10 çıxılsın kökdə 94, çıxılsın mənfi 7 kökdə 2. Bunlar zaten gedir. Məqam mənfi 10. Cavabım oldu mənfi 10 E variantı. Bu qədər sadə. Keçirəm 35'ə. 35 də çox asandır. Köklər fərqini 8 verib. X1 minus x2 8'dirsə, x1 plus x2 də V7'dən görünür ki 4'dür. Tərəf-tərəfə toplasam, 2 dənə x1'im 12'dirsə, x1'im 6'dır. x1'im 6'dırsa, köyünü tapmaq üçün o dəqiqə biləcəm ki, x2 mənfi 2'dir. Köyünü tapanda x1'i x2'ye nə etməliydim? Vurmalıydım mənfi 12 E variantı. Keçək növbətiyə 36. 36 da çox asandır. Ümumiyyətlə çox asandır bu. Həddindən artıq asandır. 9-cu sinif olmalıydı bu. Səhvən 10 oldu. Böyüyüb 10 olacaq. E kvadrat. AB asilini istəyir. A kvadrat üstə gəl. 2AB üstə gəl B kvadrat. Minus 24 A kvadrat plus B kvadrat. Dank. 2AB bərabərdir. 24'ə AB də bərabərdir 12'yə. Bitdi, getdi. AB 12 A variantı. 37 nömrəli sualın izahına gərək 37'də nə deyilir? 5 çıxılsın x bölünsün. X kvadratı minus 25. Üzərinə gəlinsin 2x plus 11 bölünsün. X plus 5. Məndən bunu istəyir. Mən bilirəm ki, bunu götürsəm bir x minus 5'ə vursam, bunu da x minus 5'ə vursam, orta məxrəcə gəlmiş olacaqdır. X kvadrat minus 25 yarandı. Buradan mən mənfini qarşıya çıxarsam, olacaq x minus 5 üzərinə gəlsin 2x plus 11 vurulsun x minus 5.
Hər ikisindən götürsəm x minus 5'i çıxarsam, qalacaq -1 üzərinə gəlsin 2x üstə gəl 11 bölünsün x kvadrat minus 25. Onda x minus 5 vurulsun 2x üzərinə gəlsin 10 bölünsün x minus 5 x plus 5. Buradan x minus 5'lər getdi. 2'ni də çıxarsan x üzərinə gəl 5 bölünsün x üzərinə gəl 5 x plus 5'lər də getdi. Cavabım qaldı 2 B variantı. Maraqlı sualdır. 37'dən sonra keçək 38 nömrəli suala. İti bucaqlarından biri 30 dərəcə olan düz bucaqlı 3 bucaq. Yəni düz bucaqlı 3 bucaq çəkək. İti bucaqlarından biri 30 dərəcədir. Lap yaxşı. Hipotenuza çəkilən medianın uzunluğu 6'dır. Bura 6'dırsa onda burada 6'dır, burada 6'dır. Çünki median hipotenuzun yarısı olurdu. Bu üç bucağın kiçik katetini tapın. Kiçik katette elə bu 6'ya bərabər olacaq. C variantı. Keçək növbəti sualımıza. Növbəti sualımızda görək nə deyilir. Növbəti sual 39 nömrəli sualdır. Bir qədər maraqlı görünür. Gəlin baxaq görək nə deyir. Deyilir ki, A-mızın özü 1 bölünsün 3 vurulsun 4, minus 1 bölünsün 4 vurulsun 5, plus 1 bölünsün 5 vurulsun 6, minus 1 bölünsün 6 vurulsun 7, plus 1 bölünsün 7 vurulsun 8'dir. B'miz ise 1 bölünsün 4 vurulsun 5, çıxılsın 1 bölünsün 5 vurulsun 6, plus 1 bölünsün 6 vurulsun 7, minus 1 bölünsün 7 vurulsun 8, plus 1 bölünsün 8 vurulsun 9'dur. Məndən AB cəlini istəyir. Tərəf-tərəfə toplasam, bunlar gedəcək. Qalacaq A bərabərdir. 1 bölünsün 3 vurulsun 4 üzərinə gəlsin. 1 bölünsün 8 vurulsun 9. Yəni 12'də 1 üzərinə gəlinsin 72'də 1. Bunu 6'ya vursam. 6'ya vursam cavab 72'də 7. Var mı belə bir cavab? D variantı. Keçək növbəti sualımıza. Görək növbəti sualımızda nə deyilir? Növbəti sualımızda nə deyilir? Növbəti sual 40 nömrəli sualda. Baxaq 40'a. 40'da deyilir ki, kəsişməsi boş çoxluq olan, bura boşdur, heç bir element yoxdur. A və B elementləri üçün NA birləşmə B ifadəsinin, yəni NA birləşmə B bölünsün NA üstə gəl, səsin batdı artıq, MB ifadəsinin qiymətini tapın. Biz düstur bilirdik ki, NA birləşmə B bərabərdir. NA üzərinə gəlinsin MB minus NA kəsişmə B. Bu zaten boş olduğu üçün 0'dır. Onda bunun özü ilə buna bərabərdir. Onda cavabımız olacaq 1. Bərabər 2 ifadəni böldüm. E variantı. 41 nömrəli sualda görək nə deyilir. 41'də deyilir ki, əkob 2 üstündə 5 vur 3 üstündə 7, 2 üstündə 7 vur 3 üstündə 9 vurulsun, bölünsün əbob 2 üstündə 5 vur 3 üstündə 7, 2 üstündə 7 vur 3 üstündə 9. Bu halda nə etməliyəm? Əkob deyəndə demişdim ki, ən böyük olanları götürürəm. 2 üstündə 7 ilə 3 üstündə 9. Yəni bu zaten bunun bölənidir. 2 üstündə 7 vur 3 üstündə 9 bölünsün. Əbob deyəndə də ən kiçik olanı etməliyəm, götürməliyəm. 2 üstündə 5 və 3 üstündə 7. 2 üstündə 5, 3 üstündə 7. Bunlar getdi. Qaldı 2'nin kvadratı. Bunlar da getdi. 3'ün kvadratı. Cavab oldu 36. 36 D variantı. Keçək növbəti suala 42 nömrəli sualda görək nə deyilir. Deyir ki, A-mız 0'dan kiçikdir. Kökdə A kvadratı. Üzərinə gəlsin 3-cü dərəcədən A kubu. Üzərinə gəlsin 4-cü dərəcədən A üstündə 4 bölünsün. 5-ci dərəcədən A üstündə 5. Üzərinə gəlsin 6-cı dərəcədən A üstündə 6. Üzərinə gəlsin 7-ci dərəcədən A üstündə 7. Aha. Hər birini modulda çıxaracam. Əsas da bu A 0'dan kiçik olduğu üçün bu mənfi A kimi çıxır. Bu elə necə var? Elə də çıxır. Plus A kimi. Burada da bir 4'dür. Bu da elə mənfi 1 A kimi çıxacaq. Burada bu A kimi çıxır. Bu mənfi A kimi çıxır. Bu da mənfi A kimi çıxır. Daha doğrusu bu elə A kimi çıxır. Bitti, getdi. Getdi. Daha doğrusu qaldı mənfi A böl A, mənfi 1.
Mənfi hələ ki çox asan gedir. B variantı -1. Keçək 42-dən sonra 43-ə. 43-də görək nə deyilir. 43-də deyilir ki, bu bir A'dır, bu bir O'dur, bu bir B'dir. Bu bir C'dir. Deyir ki, eyni bir düz xətt üzərindədir. AOC-nin BOC-yə nisbəti 3/2-dir. Bunda bura 3K'dır, bura 2K'dır. Ümumən 5K'dır. 5K'mız da 180-ə bərabər olmalıdır. Onda K'mız 36 dərəcədirsə, bura 108 dərəcədir, burada 72 dərəcədir. Məndən AOC-ni istəyirdi, 108 dərəcə A variantı. Keçək 43 nömrəli suala. 44 nömrəli suala. Görək 44-də nə deyilir. 44-də deyilir, daxilinə çevrə çəkilmiş trapesiyanın orta xətti 8 olarsa. Bura baxın, mən trapesiyanın, tutaq ki, ixtiyari bir trapesiya çəkirəm. Məsələn, bunun daxilinə hər hansısa bir çevrə çəkmişəm, məsələn, belə bir çevrə. Bunun orta xətti əgər 8-dirsə, deməli, bunun bu A ilə B-sinin cəmi nədir? A ilə B-nin cəmi 16-dır. Daxilinə çevrə çəkə bilirəmsə, onda bu x ilə y-in cəmi də 16 olmalıdır. Qarşı tərəflərin cəmi 16-dır. Yəni x də gəl, y də 16-dır. Perimetr 32 olacaq. Perimetr 32. Keçək 45 nömrəli sualı görək. 45-də nə deyilir? 45 nömrəli sualda deyilir ki, belə bir üçbucaqdır. Olsun. A'dır, B'dir, burada bir C'dir. Buradan bura bir BD çəkilib. Buradan bura bir BD çəkilib. BD CD-yə bərabərdir. Bura bərabərdirsə, onda bura ilə bu bucaqla da bu bucaq bir-birinə bərabərdir. Gəl alfa deyək. ABD-ni nə qədər verib? ABD. Buranı verib mənə 60 dərəcə. BAC-ni nə qədər verib? BAC-ni verib mənə 50 dərəcə. Onda bura 110 dərəcədir. 110 dərəcədirsə, mənə deyir ki, BD CD-yə bərabərdir. Çox üzr istəyirəm. BD CD-yə bərabərdir. Bura 110-dur. Bununla bu bərabərdirsə, onda bu beta ilə bu beta bir-birinə bərabərdir. Məndən nə istəyir? ACB betanı istəyir. Bərabər yanlı olduğu üçün bura 110-dursa geriyə qalır 70. 35 dərəcə. 35 dərəcə. Cavab oldu 35 dərəcə. 45-dən sonra keçək növbətiyə görək nə deyilir. Növbətdən. 46 nömrəli sual. Görək 46-da nə deyilir. 25x kvadratı çıx 36y kvadratı bərabərdir 60. X üzərinə gəlsin 1,2y bərabərdir 3 olarsa 5x çıx 6y tapın. Mən elə buradan görürəm ki, bunun özü 5x çıx 6y və 5x üstəgəl 6y-dir. Yəni bu 60 eləyir. Onda bunun hər tərəfində mən götürüb 5-ə vuracam. Olacaq belə 5x üstəgəl 6y bərabərdir 15. Bunun yerinə gətirib 15 yazsam, 5x çıx 6y bərabərdir 60/15, yəni 4. Cavab 4-dür. Sonra 47 nömrəli sualı keçək. 47-də deyilir. Qrupda olan 5 şagirdin boylarının uzunluqlarının ədədi ortası 170-dir. Deyirəm ki, boyların uzunluqlarına deyirəm A1, A2, A3, A4, A5. 5 şagird olduğu üçün 5-ə böləcəm. Ədədi orta neçədir? 170-dir. Onda baxıram ki, A1-dən A3-ə olan hissənin A1-dən A5-ə qədər olanların cəmi, yəni boyların ümumi cəmi mənə verəcək 170 vur 5, yəni 850. Mənə verəcək 850. Okey, 850-dirsə, bu halda nə edəcəm? 850-dirsə, mənə deyir ki, indi qrupdan bir şagird ayrılır. Bir şagird tutaq ki, A5 qopdu bizdən. Bir şagird ayrılandan sonra boyların ədədi ortası 171 olur. Yəni A1 üstə gəl, A2 üstə gəl, A3 üstə gəl, A4-ü bölürəm 4-ə olur 171. Onda A1 üstə gəl, A2 üstə gəl, A3 üstə gəl, A4 bərabərdir 171 vur 4, 604, o da 284, 684 oldu. Bitdi, getdi.
indi mən qrupdan ayrılan boyunu istəyirsə, bundan bunu çıxsam, bircə dənə A5 qalacaq da o ayrılan. Yəni 850-dən 684-ə çıxacaq. 850 çıx 684. Buradan qaldı 16. Oradan da 150. 16, 150. 166 sana. Deməli ayrılanın boyu 166 santimetrmiş. 48. Bu ayrılmasaydı biz bu misalı indi yazmırdıq. Kökdə 5 minus 2 bölünsün. Kökdə 5 plus 2 üzərinə gəlsin 4 kökdə 5. Məxrəci qoşmadan azad eləyək. Gəl bunu vuraq. Kökdə 5 minus 2-yə. Bunu da vuraq kökdə 5 minus 2-yə. Həll eləyək. Alınacaq belə. Kökdə 5 minus 2-nin kvadratı bölünsün. Kökdə 5-in kvadratı. Bu bir kvadratlar cəmi göstərir. Kökdə 5-in kvadratı 5 çıx 4. Üstə gəl 4 kök 5. Tələsdiyim üçün tez-tez danışıram. Normalda belə izah eləmirəm. Sadəcə çox tələsdiyim üçün tez-tez danışıram. Bu da belə eləyir. 5 çıxılsın. 4 kök 5. Üzərinə gəlinsin 4. Məxrəc zaten 1 idi deyə heç nə verməyəcək. Burada da 4 kök 5. Bunlar getdi. Cavab qaldı 9. Bitti getdi. 49-a nədir? Diagonallarının sayı 20 olan düzgün çoxbucağının bir daxili bucağının sayını tapın. Diagonal sayı n vurulsun, n çıxılsın, 3 bölünsün 2 idi. Bu 20'dir. Onda n vurulsun, n çıxılsın, 3'ümüz 40'dır. Onda n'imizi birbaşa tapıram 8. Əslində kvadrat tənliyi ilə tapıram. Tələsdiyim üçün belə tapıram. Bugün olar. Dedim bugün olar belə tapmaq. Bu 8'dir. Bir daxili bucağını istəməyir. Bir daxili bucaq necə idi? Bu 8'dirsə, bir daxili bucağını tapmaq bizim üçün lap asandır da. Deməli mən, gəl 360 əvvəlcə bölüm 8-ə, alım neçə? 20. Yox, 20 nədir? Nə 20 ama? Bir saniyə. 160 olacaq. 368-ə bəndə nə eləyir? 18. Halal deyil mənə. Bölə bilmirəm uşaqlar. Hal-hazırda bölə bilmirəm. Bir dənə səbirli olun. 45. Eləcək 45 dərəcə. Düzdürmü? 45'i də bir xarici bucaq 45'dirsə, bir daxili bucaq nə qədər olacaq? 180 çıx 45 dərəcə. 135 dərəcə bizim cavabımız. 135. Keçək növbəti suala. 50. Keçək 50'yə görə 50'də nə deyilir? Deyilir ki, belə bir çevrə verilir. Belə bir çevrə verilir. Bura A'dır, bura O'dur, burada bir B'dir. A, O, B. Buranı mənə N verib. Deyir ki, A, O, B 60 dərəcədir. Lap yaxşı. 60 isə elə burada 60'dır, burada 60'dır. Səbəb odur ki, radiusdursa bərabər yanlıdır. A, B bucağının perimetri 36'dırsa, onda radiusum elə 12 imiş. Radiusum 12'dirsə, məndən qövsün uzunluğunu istəyir. Qövsün uzunluğunu tapmağa heç ehtiyac yoxdur. S bərabərdir. 2 pi tapaq. 2 vurulsun, pi vurulsun. Pi'ni verməyib. 12. Ümumi çevrənin uzunluğunu tapaq. 24 pi. 60 dərəcə olduğu üçün 360'da 24 pi'dirsə, 60'da tapmaq üçün 24 pi'ni böləcəm 60'a. Nə çıxacaq? 60'a yox, 6'ya tapacağım. Çünki 60 dərəcə 360'ın 6'da 1 hissəsidir. 4 pi. Cavab 4 pi. 51. Deyir ki, qutuda 4 ədəd sarı, 5 ədəd qara. 4 sarı, 1 saniyə. 4 dənə sarı var, 5 dənə qara var. 5 dənə qara var. 4 sarı, 5 qara, bir neçə dənə də ağ var. Bilmirəm, 1x dənə ağ var. Ağ olsun. Qutuda olan ağ və qara kürələrin birlikdə sayı. Ağlar və qaralar, yəni 5 üstə gəl x. Sayı bütün kürələrin sayının, yəni 9 üstə gəl x-in %75'idir. %75'i və ya 4'də 3'üdür. Çarpaz vuraq, tapaq. 20 üzərinə gəlsin 4x, 27 üzərinə gəlsin 3x. Nə alıram burada? X bərabərdir 7. Ağlar 7 dənə. 52. Gedirik indi Həsənin ayları məsələlərini həll eləmək. Deyir, Həsənin maaşının 20% kommunala, 20% kommunal ödəyir.
20% kommunal. 25% nəqliyyata. Qalanı qidaya və digər ehtiyaclara xərcləyir. Yəni nə qədər qaldı? 20, 25, 55% qaldı. Digər ehtiyaclara olan xərclər deyir. Uşaqlar, deməli bu Həsən qida və digər ehtiyaclarına olan xərcidir. Kommunal xərclərdən 560 manat çoxdur. 560 manat çoxdur. Lap yaxşı. Deməli, kommunalla kommunal niyə nə qədər verir? 20% verir. Digər ehtiyaclara onda belə çıxır ki, bu nə qədər verir? 80% ödəyir də. Nəqliyyat, bir də nə bilim, yemək, içmək, nəsə belə işlər. Belə. İndi kitab alır filan bu şəkildə. İndi baxıram nəyə? İndi deyir ki, bunlar bundan nə qədər çoxdur? 560 manat çox olarsa onun maaşını hesabla. Faizlə görürəm ki, 60% çoxdur. 60% 560 manatdır. 560 manat. 100% tapmalıyım. 1x-dir. Onda bunu necə vuracam? Çarpaz vuracam da. Çarpaz vuracam. Olacaq belə. X bərabərdir. 100 vurulsun 560 bölünsün 60. 100 vurulsun 560. Belə eləyəcəm. Yəni bir saniyə kalkulyatorla hesablayım. 100 vurulsun 560 bölünsün 60. Tam ədəd çıxmadı axı. Deməli, Həsən maaşının 20%-ni kommunala verir, 25%-ni nəqliyyata. Qalan hissəni digəri qidaya və s. verir. Deməli, bunun 55% qalır da yerdən. 55% qalırsa, 55, o da 25. Həsən qida və digər ehtiyaclara. Yəni qida, digər ehtiyaclara olan xərc. Demir axı kommunala olan xərcindən. Mən səhv eləyirəm. Burada 60% yox, 55% götürməliyəm. Kommunalı qatmır, nəqliyyatı qatmır bura. Deməli bunu 35% fərq eləyir. Nə qədər? 35%. 35% nə qədərdir? 560 manat. 100%-ni tapmalıyam. X manat. İndi bu dəfə x-i tapmaq üçün 560-ı vururam nəyə? 560-ı vuracam 100-ə. 560-ı vururam 100-ə. Bölürəm 35-ə. Bəli. Həsən 1600 manat maaş alır. Sağ ol səni Həsən. 52-dən sonra keçirik 53-ə. Keçək görə 53-də nə deyilir? İndi baxırıq 53-ə. 53 nömrəlidə deyir. ABC bərabər yanlı üçbucaqdır. Bərabər yanlıdır. ABC bərabər yanlıdır. Bura A'dır, bu B'dir, bu da bir C'dir. Bura bir Y'dir. Burada bir D'dir. Burada bir K'dir. Olsun. Bərabər yanlı üçbucağın AC uzağı uzanda götürmüş K nöqtəsi tərəfə bunlar perpendikulyardır. Bu bura 90 dərəcə, bu da bura 90 dərəcə. Lap yaxşı. DKY bucağı. DKY nə qədərdir? 60 dərəcə. Onda bura 90-dırsa, onda bura 120 dərəcədir. Lap yaxşı. Bərabər yanlıdırsa, bura 30 dərəcədir, burada 30 dərəcədir. Artıq bildim nə olacaqsa məsələ. KD ilə KY-nin cəmi 8-dirsə, deyir AC tərəfini tapın. KD ilə KY-nin cəmi 8-dir. Lap yaxşı. Bura X-dir. Onda bura bir 2x-dir. 2x-dir. Onda bura baxın uşaqlar, burada 60 dərəcədir. Burada nə qədərdir? 60 dərəcədir. Mənə nə istəyir? KD ilə KY-nin cəmini. Onda bura x minus 8-dir. Bir saniyə. Bərabər yanlıdırsa, 60 dərəcə, 60 dərəcə, 60 dərəcə yaradırsa, deməli KD ilə KY ilə bir-birinə nədir? Bərabərdir də. KD ilə KY bir-birinə bərabərdir. Onda aydın məsələdir də.
Aydın məsələdir də. Bərabərdirsə 4-dür, burada 4-dür. İndi bura baxın, burada bir düzbucaqlı üçbucaq yaranır. 30-un qarşısındakı 4-dürsə, bura 8-dir, burada nədir? 8-dir. Çünki bu nöqtə bunun yarısı olur. Bildinizmi? Məndən AC-ni istəmirdi. AC-m 16. 54 nömrəli sual. Görə 54-də nə görür? Nəsə yaxşı sual oxşuyur. Eyler-Venn diaqramında bura A-dır, bura B-dir. Bura x plus 1-dir, bura x minus 2-dir, bura x plus 3-dür. A çoxluğunu verib mənə. A-nı verib mənə. X plus 1 vur, x minus 2-dir. Gəl vurub açaq. Onda bu olur x kvadratı minus x minus 2. Həmçinin də belə verib bunu mənə. X kvadratı plus bx plus c verib. Onda b mənfi 1-dir. B mənfi 1-dir, c də mənfi 2-dir. Lap yaxşı. B çoxluğunda b-ni də verib mənə. X minus 2, x plus 3. Birbaşa vursaq, x kvadratı plus x minus 6. Başqa cürdə mənə belə verib. X kvadratı plus px plus q. Onda p'miz 1-dir, q'miz də mənfi 6-dır. Bitdi, getdi. Mənə deyir ki, p vur q böl b plus c'ni tap. 1 vur mənfi 6 böl b plus c nə eləyir? Mənfi 1 plus mənfi 2. Yəni, buradan cavab çıxır 2. Cavabım 2. Keçək 55-ci suala. Deyir ki, könül Fatimədən 3 yaş böyükdür. Könül bərabərdir Fatimə üstəgəl 3-ə. Könül 3 il əvvəl, Fatimə isə 3 il sonra anadan olsaydı, yəni könül yaşından 3 çıxacam da, 3 il əvvəl anadan olsaydı, daha doğrusu yaşının üstünə 3 gələcəm də, 3 il əvvəl anadan olubsa 3 yaş daha böyük olacaq da. Fatimə 3 il sonra, yəni Fatimənin bu 3'ü gəlmişdim, buradan çıxdım. Bu halda deyir, könülün yaşı Fatimənin yaşının 2 dəfə böyük olardı. Yəni, mən bunu 2-yə vursaydım, Fatimə ilə eyni olardı. Onda k üstəgəl 3 bərabərdir. Bunlar getdi. 2 dənə f-yə aydın məsələdir. Fatimənin yaşını. K da var axı məndə. Fatimə üstəgəl 3. Yazıram yerinə. Fatimə üstəgəl 3 bərabərdir 2 dənə Fatiməyə. 6 bərabərdir 1 dənə Fatiməyə. Könülün 2 yaşını soruşur məndən. Fatimənin yaşı 6-da axı. Könülün yaşı 6 plus 3. 9. Bu da belə.